Salam dəyərli izləyicilər. Bugün sizinlə bizim daha çox yayda hazırladığımız sevilən ləzzətli salatlardan Sezar salatının özümüzə məxsus ləzzətli sousla ən dadlı hazırlama qaydasını bölüşürük. Əvvəlcə salatın ləzzətli sousunu hazırlayırıq. Bunun üçün bir ədəd təzə kənd yumurtasının üzərinə çaydan qaynayan kimi qaynar sudan yumurtanın üstünü örtənə qədər əlavə edib onu bu suyun içərisində 1-2 dəqiqə gözlədirik. Bu müddət kifayət edir ki, əgər yumurtanın mikrobu varsa tələf olsun. Daha sonra onu qaynar suyun içərisindən çıxarıb soyuq suyun içərisinə salırıq ki, bişmə prosesi dayansın. Və yumurtanı soyuq suyun içərisindən də çıxarıb qurudub sosu hazırlayacağımız dərin dar qabın içərisinə sındırırıq. Baxın, görürsünüz yumurtanın ağı artıq bişməyə başlayıb. Deməli, burada heç bir mikrob qala bilməz. Bura orta böyüklükdə limonun 1/3 hissəsinin suyunu, 1 çay qaşığı dəmlənmiş xardal və zövqə görə, yəni təxminən 1/4 çay qaşığı qarestiot və 1-2 çimdik duz əlavə edib biraz blenderla çalırıq. Ardınca bura 100 ml, yəni 200 ml stəkanla yarım stəkan zeytun yağı da əlavə edib blenderla çalmağa davam edirik. Bura bir balaca diş sarımsaq da xırdalayıb əlavə edirik. Bizdə sarımsaq sütül və çox xırda olduğuna görə 2 diş əlavə edirik. Narahat olmayın, sarımsağın qoxusu gəlmir. Əksinə sousa xüsusi dad ləzzət qatır, daha da gözəl olur. Xoşlamırsınızsa bunun yarısını da əlavə edə bilərsiniz və yaxud heç əlavə etməyə də bilərsiniz. 60 qram rəndələnmiş parmezan pendiri də əlavə edib pendirlə sarımsaq həll olana qədər xırdalayıb sousla qatırıq. Dəyərli izləyicilər, kanalımıza dəstək olmaq, bu videonun sizdən başqa daha bir izləyicinin qarşısına çıxmasına vəsilə olmaq üçün lütfən like işarəsinə toxunub bu videonu bəyənin. Baxın, belə bir qədər axıcı, duru sousu alınır. Daha sonra ağ baton çörəyini orta ölçülü kub şəklində doğrayırıq. Yazın görək, siz Sezar salatını xoşlayırsınızmı, hazırlayırsınızmı evdə? Daha çox hansı mövsümdə hazırlamağı xoşlayırsınız, yeməyi xoşlayırsınız? Əlamətdar günlərdə, yoxsa adi günlərdə də hazırlayırsınız? Doğradığımız baton çörəyini zövqə görə duzlayıb istiyotlayırıq. Tavaya bir qədər bitki yağı əlavə edib doğradığımız çörəkləri qızardıb suxari halına gələnə qədər quruduruq. Bunu sobada da eləyə bilərsiniz, amma belə daha tez olur. Suxari hazırdır, onu tavadan yığırıq. Ardınca toyuğun filesini də orta ölçülü kub şəklində doğrayırıq. Ərzaqların miqdarını video aşağı hissəsində reseptdə yazacağam. Doğradığımız fileni də zövqə görə duzlayıb istiyotlayırıq. Tavaya biraz bitki yağı əlavə edib doğradığımız fileni də əvvəlcə çiyli rəngi gedənə qədər qızğın yağda çeviririk. Daha sonra bura 1 çay qaşığı paprika, yəni qurudulub üyüdülmüş qırmızı şirin biber əlavə edib qatırıq. Qazı biraz azaldıb, qapağı örtülü vəziyyətdə az atəşdə hazır olana qədər, yəni 6-7 dəqiqə bişiririk. Filə də hazırdır, baxın belə qəşəng qızarıb. Zövqə görə bura acı pul biber də əlavə edə bilərsiniz. Sıra gəldi salatı yığmağa. Yeganə salatdır ki, Sezar salatı sürəyə veriləndə yığılmalıdır. Burada dadların qarışmasına ehtiyac yoxdur. Suxari də, kahı da xırçıltılı olmalıdır. Onda salat daha da ləzzətli olur. Mən bayaq unutdum. Biz sousa yarım çay qaşığı şəkər tozu da əlavə edirik. Yəni reseptində var, dadı daha da gözəl olur. Xoşlamırsınızsa əlavə etməyə bilərsiniz, amma əlavə etməyiniz məsləhətdir. Şəkər tozunu da əlavə edib qatırıq və sos tam hazırdır. Ardınca təmiz yuyub suyunu alıb qurutduğumuz kahını əlimizlə bir qədər iri hissələrə bölüb dərin bir qabın içinə yığırıq. Üzərinə hazırladığımız sousdan əlavə edib qatırıq. Elə eləyirik ki, kahların hər tərəfi sousa bulaşsın.
Hazırladığımız bu kahını salatı yığacağımız qaba salatın alt qatı olaraq yığırıq. Kahının üzərindən suxarini əlavə edirik. Daha sonra üçüncü qata toyuq filesini əlavə edirik. Ardınca təmiz yuyub qurutduğumuz çeri pomidorlarını da 2 hissəyə bölüb salatın üzərinə düzürük. Salatın üzərinə də bir qədər sosdan gəzdirib daha sonra pendir rəndələyirik. Bu qədər. Bu da bizim sizinlə paylaşmaq istədiyimiz öz üsulumuzla Sezar salatı idi. Çox ləzzətli, həddindən artıq çox ləzzətlidir. Təzə-təzə çox ləzzətli olur. Elə qalanda da gözəl olur, amma bu salat hazırlanan kimi sürəyə verilməlidir ki, həm suxari, həm də ki kahı xırçıltılı olsun. Onda salat daha da ləzzətli, möhtəşəm olur. Siz də hazırlayın bu üsulla. Lap əvvəllər paylaşmışıq bu resepti sizinlə. Görməyən izləyicilərimiz üçün, yeni izləyicilərimiz üçün videonu yeniləmək istədik. Yazın görək siz yayda hansı salatlar hazırlayırsınız? Daha çox hansı salatlar olur sürənizdə? Tez-tez hazırladığınız salatlar. Adi günlərdə, əlamətdar günlərdə bizim üçün çox maraqlıdır. Bölüşsəniz sevinərik. Siz də hazırlayın bu reseptlə. Əminəm ki, çox bəyənəcəksiniz. Sosu möhtəşəm ləzzətlidir. Hazırlayın və nəticəni bizimlə bölüşün. Şərhlərinizi gözləyəcəyik. Sürələriniz bol ruzulu, bərəkətli olsun. Hələlik.